Salam, hər vaxtınız xeyir. Ən çox verilən suallardan biri də budur ki, sürücü kuryer kimi işləməyə gəldikdə Azərbaycan sürücülük vəsiqəsi ilə bu necə mümkündür? Bildirim ki, Almaniyada və Avropa İttifaqının bir çox ölkələrində Azərbaycan sürücülük vəsiqəsi 6 ay etibarlıdır və bu o deməkdir ki, vizanızı alıb Azərbaycandan Almaniyaya gəldiyiniz və Anmeldung, Steuernummer və sığorta məsələlərini həll elədikdən sonra, bir ayda işlədikdən sonra maksimum 2-ci aydan artıq sürücülük məktəbi Fahrschule-də qeydiyyata düşməli və Azərbaycan sürücülük vəsiqəsini umschreiben dəyişilməsi üçün rəsmi prosedura başlamalısınız. Normalda bu prosedur 4 ay arasında dəyişir, yəni torpaqdan, şəhərdən asılı olaraq. Dəyişilmə qiyməti təxmini 1200-1400 euro arasında olur, əgər imtahanları birbaşa və səhvsiz versəniz. Nəzəri imtahanları demək olar ki, rus, türk, ingilis və bir çox başqa ərəb dillərində vermək mümkündür. Praktik imtahan da ən aşağı səviyyə, A1, A2 səviyyəsində alman dilində və avtomobilə aid bir sıra terminləri bilsəniz kifayət edir. Nəzərinizə çatdırım ki, nəzəri və praktik imtahanı vermək şərtdir. Burada Azərbaycan variantı üzrə, tanışlıqla, hər hansı bir vasitə ilə köməklik falan məsələsi heç bir rol oynamır. Bizim şirkət vasitəsilə Almaniya sürücü kuryer işinə gedən insanların rəsmi prosedurları, qeydiyyat məsələləri üçün iş yerləri bu yöndə köməklik eləyirlər. Kağız, qeydiyyat, yol, ünvan və s. bu barədə heç bir problem yoxdur. Amma üzərinizə düşən nəzəri və praktik imtahanı mütləq şəkildə özünüz, öz biliyiniz hesabına verməli olacaqsınız. Hələlik.